Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Fevral ayının 27-sində Ordubad şəhərindəndir görüntülərimiz. Konservanın həyəti deyilən yerdə sinarların qarşısında. İşinə əlaqədar Ordubad şəhərinə gəlmişik. Müəllim yoldaşlarımız, sahibçilər məndə bu fürsətdir deyib. Yağışlı havada çıxdım həyətə. Sağxanada adam çoxdur. Təbii ki, həyətdə heç kim olmayacaq. Masalar boşdur. Həyətdə 2 sinar qarşımda, bir dənəsi də o tərəfdə. 3 dənə sinar ağacıdır. Sinar Ordubada yaraşır. Torpağını da sevir. Qəddi qamətli ağaçlardır. Yerdən 6-7 metr məsafədə gövdəsinin üstü dənəvərdir. Baş qanatları şumal olur. Ağac dələnlər də hərdən qanatlarda deşiklər asırlar. Külək əsəndə sınma təhlükəsi olur. Deyəsən yağışın bizimlə zarafatı yoxdur, şiddətlənir. Sizin üçün bir aşkı var, göy qutabı, ət qutabı ancaq fəaliyyət göstərmir deyəsən bu gün. Ya da ki, yağışa görə qalxılıqlar içəridir. Konserva işləyən vaxt mən buralara çox gəlib getməmişəm. Məktəbdən ilkin tibbi komissiyaya gətiriblər, bir 2 dəfə gəlmişik rayona. Onda girməmişdim konservanın həyətinə. Qaynar həyat varmış burada, iş varmış, köhnə binalardan qalır o tərəfdə. Biraz irəli gedib sağa dönsən, orada da geniş bir sahə var, qarşıda başqa bir bina. Dörd bir tərəfi tikilidir. Bilmirəm, indi fəaliyyət göstərən çayxana da konservanın nəzdindəymiş ya yox. Bir ara restoran kimi fəaliyyət göstərdi bura. Bir-iki dəfə deyəsən iştirak eləmişik toyda. Maradın qızının toyudur deyəsən həmkəndimiz. Restoran olmaz kimi əhəmiyyəti yox idi, çünki bina alçaqdır, səs-küy qulağı dəlir, akustikası yoxdur. Metro Ordubadda yaxşı, restoran yoxdur. Bir vermaq idi, sonra restoran eləyiblər, digəri yenə alçaqdır, geniş deyil. Dəstə kəndindən yuxarıda, dəstə başında biri var. Saymaq olar, bir əlin barmaqlarının sayı qədər restoran. Əmindir, qapıcıqdır. Bunlar Ordubad şəhərindədir. Dəstə başındakı Dadaş restoranı. Hamısının da azından 3-4 dəfə olmuşuq toylarda. Ancaq Ordubadda restoranda toy eləmək nailləşçılıqdır. Toy eləyən üçün bəlkə də sərfəlidir. Yemək, içmək, hər şey özündən qoysan, yer haqqı versən, sərf eləyər. Ondan da söylə, kətdə ya da ki, həyət evində, həyətdə toyun olması daha yaxşı. Səhər kətdən çıxanda kəndə nə yağış, nə qar yağmırdı. Ancaq şiddətli külək vardı. Burada yağışdırsa, kəndə qar yağar. Xaç piti var. Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşərik. Salamat qalın. Yağış az da olsa, üstü başımı isti alır. Salamat.